Salam hörmətli izləyicilər, Kitara ilə başladıq çəkilişə. Evə baxın. Kitaraya baxın. Bir dənə bəyənin işarəsini basın sizə bir günləri. Elə bir ev çəkib göstərirəm. Birincisi yerimizi indi sizə deyəcəm. Şuvalanın göbəyindəyik. Tam mərkəzində Şuvalan park var. Hamınız eşitmişsiniz. Deməli buradan çıxdığın heç maşın da lazımdır. Tıxac oldu. 140 nömrəli avtobusa minib düz evin qabağında deyəlim. Düz şəhərə. Tıxaca, yəni maşına ehtiyac yoxdur. Deməli Şuvalanda, Şuvalan parkın yanında, dayanacağın düz yanında 6 sotun içində belə bir 2 mərtəbəli gözəl ev sizə bir günə çəkib göstərirəm. Evin üstünlüklərini indi sizə hamısını yavaş-yavaş izah edəcəm, baxacağıq hamısına bircə-bircə. Birincisi, nəzərdə çatdırmaq istəyirəm ki, evimiz çox keyfiyyətli tikilibdir. Hər bir şeyə fikir verilib də, yəni indi görəcəksiniz, evin içinə gelirsiniz. Tam əşyalı, mebel içində olur, hamısı təzə. Özdəki, yəni maklerevidör. Hamınız belə ev istəyirsiniz, yola yaxın. Ki yol asfalt olsun, yeri əla olsun, mərkəz olsun. Çox nadir halda çıxır. Özdə deyirsiniz ki, yəni maklerevi istəmirik. Özünə tikilmə, bax, bu da həmən o evdir. Yeri də yerləşmə yeri də əla. İçi də qəşəng, gözəl. Altı üstü 200 kvadrat metrdir. Birincisi hovuzdan başlayalım. 4'ün 8'ə. Hovuzumuz 4'ün 8'ədir. Həyətində bax, 2 dənə maşın rahat girib. Hovuzun çəkini göstərdin. Şəxsi tikili daha evimiz. Evimizi bax, fırlanmaq olur. 2 girişi var. Bir o basen tərəfdən, bir də bax bu hissədən. Əsas giriş qapısından. Evimiz monolitlidir. Bura kladovkasıdır. Yani oradan girək, buradan girək. Gəl buradan girək. Hə? Yaxşı. Gəl oradan girək. Qiymətini videonun aşağı hissəsindən qeyd eləyəcəm. Belə də deyə bilərəm. Endirim olacaq, cüzi endirim. 399.000 manat. Tam mülkiyyət. Evin də, torpağın da sənədi qaydasındadır. Buradan girmək istəyirəm evə. 6 sotdur. Əslində 6 sot yarımdır. 6 sot yarımdır. Amma sənəddə 6 sotdur. Kupçada, çıxarışda. 200 kvadrat, altı üstü. Kim alsa Allah xeyir versin. Gəl. Gəl operator qardaş, gəl. Hə, gəl. Hə, birinci elə bax Saloğlu firmasının da səfir. Hə. Hə. Gördüyünüz bütün mebel, aparatura hamısı qalacaq. Mətbəx, studiya. Burası mətbəxdir, burası qonaq otağı. İstəsəz bağlaya bilərsiniz, amma ehtiyac yoxdur. Bir dənə bura baxaq, bax. Mətbəxinə baxaq, gəl bura. Sən bir dənə fikir ver, bax. Burada soyuducu dayanıbdır, soyuducu. Bu evi tikəndə hamısını nəzərə alıblar. Soyuducu elə yerə qoyublar ki, heç nəyə meşatlığı yoxdur. Fikir versən. Həm qab yuyan zat, hər şey var da. Mikrovalnovu. Evimiz istipoldur, bahalı, remont bahalıdır. Keyfiyyətli hamısı. Keramika, granit, istipol yaxşısından. Birinci mərtəbədə mətbəx, studiya, bir dənə yataq otağımız. Demək olar ki, otaqların demək olar ki, hamısında split kondisioner var. Gri firmasının. Biz deməli hovuz tərəfdən girdik. Əsas giriş qapısı buradır. Bura texniki otaqdır. Kombisi imergazdır, su qızdırıcısı. Sanuzil birinci mərtəbədəki 399.000 manat. Sənəd qaydasında çıxarış tam mülkiyyətdir. Yerləşmə yeri də ki, dedim də sizə, yəni yerləşmə yeri əla. Buyur. Ortadır. Ha, samovardır. Mini samovar. Gəl bir dənə bura baxaq, otağa. Yataq otağı birinci.
Baxın, hündürüyə baxın. Deyərsiniz ki, bura belə. Bax, mənim boyum 1.80 düşdü. Fikir verdiniz. Mebellər ideal vəziyyətdə. Kim alsa Allah xeyir versin. Bu ikinci yataq otağıdır. Demək olar ki, ikinci mərtəbədən demək olar ki, heç istifadə olunmayıb, yaşayış olunmur. Elə birinci mərtəbədə ailə istirahət edib, dincəlib, ikinci mərtəbəyə qalxmayıblar. Deməli, sanuzelda bütün aksesuarlar Ecə firmasınındır. Türkiyə. Sən bir də bunun vəziyyətinə bax. Ulan bu metlaqları İtalyanskidə, stiklarına bax hamısı. Yox, istifadə olunmuyor. Bura eyvanımızdır. Burada beləncənə bir otaq kimi, yəni istifadə edə bilərsiniz. Burada bir televizor qoyub, telefon xətti də var. Hə, bu gördüyünüz döşəklər aşağı çöldə o terasda olan divanın elə bir ki, aksesuarları da bunlar hamısı götürüləcək, aşağı qoyulacaq. Mebellərdəki hamısı keyfiyyətlidir. Bax, qri kondisioneri. Burada da belə bir balaca bir dənə otaqdır. Yataq otağı. Yəni yataq otağı kimi istifadə olunur. Uşaq yataq otağı. Hə. İş otağı, kabinet. Necə istəyirsiniz adlandırın. Kim alsa Allah xeyir versin. Ev doğrudan da keyfiyyətlidir. Qiymət yaxşıdır. Yeri də ki, yeri şokoladdır. Balkon qapısı bağlıdır. Yoxsa yox, açıqdır. Hə, yaxşı, ehtiyac yoxdur. Kim alsa Allah xeyir versin. Zənginizi gözləyirəm 070 858 31 44 nömrəsi ilə əlaqə saxlayın. Bu günə bu qədər sağ olun, minnətdarım.